Bine Valmera, şərəf, qamətli, elegant, çox düz duruşlu cənab Goder de Sura kreslonun qoluna dirənib çox sakit səslə elə indicə yazdığı məktubu oxuyurdu. Masanın o biri tərəfində onu cənab Goder Ravil dinləyirdi. Lampanın parlaq ışığı bir-birinə bənzəyən bu adamların üzlərinə düşürdü. İkisi də Frankda idi. Səliqəli saç düzümü və ingilis sayağı bığları vardı. Bu an ikisi də çox bəyaz üzlü idi. Cənab Goder de Sura məktubu oxuyub bitirdi və qardaşına baxdı. Cənab Goder Ravil, bəli, belə çox yaxşıdır. Kəlmələrini tələffüz etdi. Və qardaşlar heç vaxt bir-birinə qəlbən belə yaxın olmamışdılar. Baxmayaraq ki, ata ocağını tərk etdikdən sonra eyni yolla addımlamışdılar və bütün hərəkətləri, mübarizə və qələbələri, düşüncələri, hər şeyləri eyni idi. Qardaşlar kiçik şəhərdə notarius kimi çalışan atanın övladları idi. Onların atasına əyalətdə hamı hörmət edirdi. Lakin oğulları daha da yüksəklərə ucalmağı istəyirdilər. Onlardan biri Mademoiselle Süre ilə, digəri isə Mademoiselle Ravil ilə evləndi. Süre qədim zədəgan nəslinə aid idi. Raviller isə çox məşhur alimlər idi. Gəlinlər üçün ailələri pul verməsə belə, onların yaxşı əlaqələri vardı. Buna görə qızlarla izdivac gözəl sayıla bilərdi. Qardaşların önündə bütün salon və klubların qapıları açıldı. Bu məkanlarda onlar uğur qazanırdılar. Lakin bunu səmimi sadəliklə edirdilər. Onlar heç də yüksək cəmiyyəti təəccübləndirmək fikrində deyildilər. Qardaşlar bu cəmiyyətdə yavaş-yavaş özlərini təsdiq etmək arzusunda idilər. Onları intriqant adlandırmaq olmazdı. Qardaşlar səbirlə bir-birlərinə yardım edərək yüksəyə qalxırdılar. Elə bu yardımlar da onların bir-birinə düşkünlüyünü artırmışdı. Bu qardaşların birliyi, sıx dostluğu başqalarına nümunə idi. Ətrafdakılar buna qiymət verirdilər. Bu yüksək cəmiyyətdə onlar özlərini doğma hiss edirdilər. Hardakı ləyaqət, şərəf hələ də vardı və onlara qiymət verilirdi. Gözə çarpan aşırı zənginliyə baxmayaraq, bu təbəqədən olan insanlar hələ də vicdanlarını qoruyub saxlamışdılar. Ona görə qardaşlara düzgün, şərəfli insanlar kimi hörmət edirdilər. Ləyaqətli ər və vəfalı dostlar kimi qardaşlara qiymət verilirdi. Onlar sözlərini yerinə yetirən, doğru, düzgün idilər. İşlərinin təmizliyinə, paklığına riayət edən insanlar kimi tanınırdılar. Və budur, gözlənilmədən onların yolunun üstünə dəhşətli bir bəla çıxdı. Bu gün axşam onlar məktub aldılar. Məktubda ataları notarius Goder adi bir tərzdə qorxunc bir işi boynuna almışdı. Yazmışdı ki, 15 ildir dələduzluqla məşğul olubmuş. Bunu övladları və yaxud kənarda hər hansı bir ehtiras ucbatına edib etməməsi bilinmirdi. Ona güvənənlərin pullarını mənimsəyibmiş. Yazmışdı ki, indi artıq haqq hesab zamanı yetişib və o etdiklərindən boyun qaçıra bilməyəcək. Yazmışdı ki, rəzalət bir-iki günə üzə çıxacaq və elə buna görə öz həyatını övladlarına buraxır. Qardaşlar ona nə əmr etsələr, onu da edəcək.
Cənab Godard Sura qardaşına oxuduğu ata məktubuna cavabı ilə Ravil qardaş razılaşdı. Məktubda cavab bəsit, mərhəmətsiz və isiyatsızdı. Əsl ölüm hökmü idi. Məktubdakı sətirlərdə sərt logika vardı. Qardaşlar hətta cavabı yazmağa özənlik belə göstərməmişdilər. Qəlbləri eyni olan bu insanlar bu dəhşətli məsələnin həllini asan saymışdılar. Onların eyni xüsusiyyətləri qardaşları birləşdirir və cəsarətləndirirdi. Cənab Godard Sura məktubu zərfə qoyurdu və qardaşların baxışları toqquşdu. Elə bu vaxt qapı döyüldü. Nə olub? Eləmi? Eybi yoxdur. Dəvət edin. Böyük qardaş nökərə dedi və kiçik qardaşa çevrilib bu Pavel'dir, dedi. Cənab Godard Ravil'in qaşları çatıldı. Astanada həyəcanlı olduğu hiss olunan bir insan peyda oldu. Bu notariusun 3-cü oğlu idi. Qardaşların nəzərləri necə ehtiyatlı, inamsız idisə, içəri daxil olan adamın gözləri bir o qədər xoş, mərhəmətli idi. Pavel'in gözləri parıldayırdı. Bu Pavel ağılsızlığı ilə fərqlənirdi. Onun öz yolu vardı, lakin yolu düzgün değildi və onun evliliyi tamamilə qalaçı tərzdə həyata bənzəyirdi. Adam çox düşünmədən Montmartre Bohema nümayəndəsi olan xanımla evlənmiş və qadın adət etdiyi üçün şəhər kənarında yaşayırdı. Bu saqqallı, hündür, biraz kök, səsküylü adam idi. Hansını ki qardaşları görüb xəcalət çəkirdilər. Atası da ona hörmət etmirdi. Əzizlərim, əzizlərim, mənim əzizlərim. Pavel Godard təkrarlayıb qollarını onlara açdı. Qardaşlar elə ilk dəqiqədən adama yerini bildirdilər. Amma qardaşların soyuqluğu adamın ürəyindəki acıya mane olmadı. Axı bu onların atası idi və bunu nəzərə almaq lazım idi. Nəzərə almaq lazım idi ki, bütün bu işlər birdən-birə baş verməyib. Atasının etdikləri uzun bir müddət ərzində olub. Bunu mütləq nəzərə almaq lazımdı. Lakin qardaşların üzündəki cizgilərdə olan etinasızlığı görən adam qəzəbləndi. Axı bu necə olub? Siz nə düşünürsünüz? Godard Sura cavab verdi. Biz ona cavab yazdıq. Eləmi? Nə yazdınız? Qulaq as, Pavel. Mən düşünürəm ki, bu işdə səndən yaxşı hakim olmaz. Sənin buna haqqın, hüququn yoxdur. Bu bizim şərəf, ləyaqət işimizdir. Yəni necə? Məni ağır keçmişi xatırlamağa məcbur etmə. Mənim atam, yəni düzgün olan zamanlarda olan atam sənə hörmət belə etmirdi. Bəli, o məni ittiham edib tələsik mənə hökm oxumuşdu. Lakin bundan belə çıxmır ki, mən də onu mühakimə etməliyəm. Pavel, mən mübahisə etmək istəmirəm. Biz sənin atana vicdanla cavab verdik. Bu vicdan və şərəfi o bizə miras buraxıb. Sən bildiyin kimi hərəkət edə bilərsən.
Əlbəttə ki, ona istədiyini yaza bilərsən. Lazım bildiyin kimi hərəkət et. Bu sözlər qarşısında hiddət belə gücsüz idi. Masa arxasında çiyin-çiyinə durmuş qardaşlar Paveldən sonsuzluğa qədər uzaq idilər. O yalnız çıxıb buradan getməli idi. Elə adam da qapını bərk çırparaq bunu etdi. Özünü zülmətli küçədə gördü. Pavel hiddətdən alışıb yanaraq addımlayırdı. Onun hiddəti mərhəmətlə əvəz olundu. Onların şərəfi, onların ləyaqəti, sərsərilər. Əlbəttə, onlara qocanın ölməsi rahatlıq gətirər. Qan hər şeyi yuyur. Onlar özgə qanına mərhəmət göstərməzlər. Ah, yazıq qoca, bədbəxt qoca. Pavelin ağlından həmin qoca ata keçdi. İri başlı, qırxılmış bığları və gicgahında bəyaz saçları olan qoca. Oğurluq edib. Amma niyə? Bu oğurluğu onlar üçün etməməsinə sübut varmı? Əlbəttə mənim üçün deyil, onlar üçün oğurluyub. Pavel əllərini yellətdi. Adam çox vaxt özü-özünə bəraət verdiyi üçün çox mərhəmətli idi. Yazıq qoca. Onun yanına getmək lazımdı. Ah, axı, yol da çox uzaqdır. Bəs pul məsələsini necə həll etmək olar? Kimdənsə borc almaq gərəkdi. Ah, bu ağılsız fikirdir. Xeyr, o atasına yazacaq. Elə indi xanımının yardımı ilə bunu edəcək. O atasına ürək dirək verəcək. Lakin evə dönəndən sonra Pavel öz xanımına qardaşlarının necə özlərini pis aparmasından danışdı və yenə qəzəbləndi. Səhəri gün kiçik əyalət şəhərində axşamüstü notarius Goder evin darvazasında durub poçtalyonu ümidlə gözləyirdi. Gecə o özünü çox qorxaq kimi aparmışdı. İndi isə qorxusu yox idi. Qorxunu adam heç hiss etmirdi. Ata ümid edirdi ki, ona arxa çıxacaqlar. Axı onlar onun övladlarıdır və onlar üçün ondan başqa poçtalyon yeganə bir ədəd məktubu ona verdi. Cənab Goden xətti tanıdı. Ağır addımlarla evə, kabinetə keçdi. Səs-küy qalxdı. İnsanlar qaçıb gəldilər və onun cansız bədənini tapdılar. Bir gün sonra isə ilk poçtla şəhərə gözəl, mərhəmətlə dolu, incə sevgi ilə yazılmış bir məktub gəldi. Bunu Pavel yazıb yollamışdı. Lakin artıq çox gec idi.